Türkiyəli alim Cəlal Şəngör bildirib ki, Qaradəniz dibində çoxlu qaz yığılıb və bu zəlzələyə səbəb olacaq. İstanbul, Odessa və digər şəhərlərdə fəlakət olacaq. Yəni fəlakətə səbəb olacaq. Görürsüz. Bilirsiniz nə üçün görürəm, bilmirəm, yaxşı çıxar-çıxmaz. O vaxtda mən ona gobut belə bir cavab vermişdim. O düzdür, mən üzr istəyirəm. O mənada soruşmuşdum ki, türklərdən bu kimdir, bunun sənəti nədir? Dedilər, geoloqdur. Dedim, bu götürsün o çəkicini, geçsin dağın başından suxuru götürsün, sındırsın, otursun laboratorda o ilə məşğul olsun, öz peşəsində məşğul olsun. 2023-cü ildə dedim, mən çamadanımı götürürəm, dedi, sumkamı götürürəm. İstanbuldan gedirəm, İstanbul dağılacaq. İstanbulda səhv eləmirəmsə bir 17-18 milyon əhali var da. Bəli. Bunlar sumkasını götürüb, hansı dağın başında oturub gözləməlidir ki, İstanbul dağılacaq, sonra gələk. Bu nağıllardır hamısı. Elm nağıl sevmir. Elm faktiki işin, o təcrübənin, nə deyirlər, o nəticəsini istəyir.